Peygamberimiz sallallahu aleyhi ve sellem demiştir. Kıyamet günü Allah öz kuluna belə buyuracak. Senden yemek istedim, mənə yemek vermedin. O diyecek, ey Rabbim, sen alemlerin Rabbi ola ola, necə ola bilər ki, məndən yemek istəyəsən, mən də sənə yemek verməyəm. Allah buyuracak, məgər bilmirsən ki, filan kulum senden yemek istemiş, sen de ona yemek vermemiştin. Məgər bilmirdin ki, eğer onu yedirtsəydin, bunun mükafatını mənim yanımda tapardın. Sonra Allah buyuracak, ey Adem oğlu, senden su istedim, mənə su vermedin. O diyecek, ey Rabbim, sen alemlerin Rabbi ola ola, necə ola bilər ki, məndən su istəyəsən, mən də sənə su verməyim. Allah buyuracak, filan kulum senden su istemişti, sen ise ona su vermemiştin. Məgər bilmirdin ki, eğer ona su verseydin, bunun mükafatını mənim yanımda tapacaktın. Sonra Allah buyuracak, ey Adem oğlu, mən xəstələndim, sen ise mənə baş çəkmədin. O diyecek, ey Rabbim, sen alemlerin Rabbi olduğun halda, mən sənə necə baş çəkə bilərdim? Allah buyuracak, filan kulumun xəstələndiyini bilmirdinmi? Eğer ona baş çəksəydin, bunun mükafatını mənim yanımda tapardın, yaxud məni onun yanında tapardın.